Bizim gözəl Şahnazımız öz balası ilə sağ-salamat bugün evə gedir. Bu arada Şahnaz bizə Beyləqandan gəlmişdi. Necəsən Şahnaz? Çox sağ olun doktor. Sizin sayənizdə bəbişimiz də, özüm də çox yaxşıyam. Sizə təşəkkür edirəm. Əlləriniz qızıldır. Mənim əlləri qızıl, mükəmməl doktorum. Can. Yaxşı ki sizi tanımışıq. Bəbişimi də mənə sağ-salim verdiyinizə görə sizə sonsuz təşəkkür edirəm. Canımsan, canımsan. Bu arada qeyd edeyim ki Şahnaz həm şəkərli diabet xəstəsidir, həm AFS sindromu vardı, həm də bu üçüncü kesirkandır. Düzdür? Bax, düzündür Şahnaz. Üçüncü kesirkadan sonra özünü necə hiss edirsən? Çox sağ olun doktor, çox yaxşı. Çox Narahatçılığı yoxdur. Rahat gəzirsən, götür balavı qucağına, qəşəng. Səni də şəkili bir də çəkək ürəyim. Can, Allah qorusun. Allah xeyirli olatlardan eləsin. Səni 4-cü kesirkədə gözləyəcəyik. İnşallah. Niyə? Çünki sənə bir də İnşallah. qaqaş lazımdır. Baxın, çox qəşəng, sağ-salamat Şahnazın belə bəbəsi ilə gedir evə. Sağ-salamat böyüdü quzum. Sağ-salamat. Çox sağ olun.